Dünyada olduğu kimi Azərbaycanda da əhalinin demək olar ki, böyük bir hissəsi kredit təşkilatlarına üst tutur. Təəssüf ki, ölkəmizdə banklardan alınan kreditləri geri ödəmək bir o qədər də asan olmur. Problemli kredit borçları olan bəzi ölkələr bunun qarşısını almaq üçün müxtəlif üsullar əl atırlar. Bir çox ölkələr isə banklara yüksək miqdarda borcu olanların ölkədən xaricə çıxmasına məhdudiyyət qoyurlar. Bəs ölkəmizdə vəziyyət necədir? Azərbaycan banklarına kredit borcu olan vətəndaşlar ölkədən kənara çıxa bilərmi? Mövzu ilə bağlı bizim mediaya açıqlama verən vəkil Vüsal Cəfərov bildirir ki, bank qarşısında öhdəliyin olması o demək deyil ki, şəxs ölkə hüdudlarını tərk edə bilməz. Vətəndaş bank qarşısında öhdəliyi icra edə bilmədikdə, yəni ödəniş edə bilmədikdə, gecikdirdikdə bank məhkəməyə müraciət etməli və müvafiq məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra qərar borçlunun yaşadığı ərazidəki icra məmuruna göndərilməlidir. İcra haqqında Azərbaycan Respublikası qanununa əsasən icra məmuru borçluya, yəni krediti ödəyə bilməyən şəxsə tələbin könüllü icrası üçün 10 gün vaxt verir ki, borçlu şəxs borcu ötəliyini könüllü olaraq ödəsin. Könüllü icra müddəti bitdikdən sonra icra məmuru icra haqqında qanuna əsasən borçlunun barəsində məcburi icra tədbirləri və məhkəmə və digər orqanların qərarlarının icrası haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin pozulmasına görə məsuliyyət tədbirləri tətbiq edir. Qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərindən biri də borçlunun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırması tədbiridir. İcra haqqında qanunun 84.1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati haqları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borçlu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borçlunun ölkədən getmə hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdıra bilər. Borçlunun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borçlunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin qanunun 84.1.2-ci maddəsinə əsasən borçlunun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borçluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir deyə vəkil bildirib. Göründüyü kimi, şəxsin ölkədən getmə hüququ yalnız borcunun olması barədə məhkəmə qərarı ilə məhdudlaşa bilər.